Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala Resulillahil emin ve alihi tahirin. Ve la'netullahi ala a'daihim ecma'in min al-an ila kıyam yevmiddin. Amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Kur'an-ı Kerim peyğəmbərlərin həyatından danışıb və həm peyğəmbərlərin həyatından, həm də tarixi şəxsiyyətlərdən danışıb. Kur'an-ı Kerimin ümumiyyətlə bir metodu var. O istəyir ki, dini həqiqətləri, dini marifi tarixi kontekstdə insanlara çatdırsın. Yəni, tarix həm də dini çatdırmaq üçün gözəl bir vasitədir. Hər hansı bir dəyəri insanlara aşılamaq istəyirsə, onu bir hekayə formasında, tarixdən bir nümunə gətirərək Kur'an-ı Kerim o mövzunu çatdırır. Bu özü bir metoddur. Yəni, hekayə danışmaq, nağıl danışmaq, gözəl hadisələri, ibrətli hadisələri insanlara danışmaq gözəl bir metoddur. Həm məfhumu asanlaşdırır, insan rahat şəkildə qəbul eləyir, başa düşür, anlayır. Həm də bir tarixə, keçmişə qaytarır ki, onların yaşantısı ilə bizi tanış eləyir və biz bunun vasitəsilə gözəl örnək, nümunə götürək, həm möhkəmlənək, yəni belə bir şəxsiyyətlər olub. Axı, insan nümunələrlə, şəxsiyyətlərlə tanış olduqca insanın ruhiyyəsi möhkəmlənir ki, həqiqətən də belə şəxsiyyətlər olub, insan ondan stimul alır, insan güc alır, qüvvət alır və böyük səbrə sahib olmağa çalışır. Bu baxımdan Kur'an-ı Kerim əksər surələrdə tarixi hadisələrə müraciət edir və tarixi hadisələrdən danışır. Məqsədlərdən biri, dediyimiz kimi, nümunə göstərmək. Nümunə göstərmək əslində bütün sahələrdə, bütün məktəblər çalışırlar ki, gözəl nümunələr göstərsinlər və gözəl nümunələr deməli formasında insanlara öz məqsədlərini çatdırsınlar. Kur'an-ı Kerim də bax, nümunə göstərərək peyğəmbərlərin həyatından, salih insanların həyatından, həm kişilərin, həm qadınların həyatından nümunələr göstərir ki, biz anlayaq, nümunə götürək, ülgü götürək. Bu, insan həyatında və insan psixologiyasında, insan təbiətində də sabit olmuş, təsbit edilmiş bir məsələdir, sübuta yetirilmiş bir məsələdir. Çünki insanın nümunəyə ehtiyacı var. Sanki insan ruhunun tələbidir. İnsan bundan qaça bilmir. Mütləq kimisə insan özünə kumer seçir də, nümunə seçir, ülgü seçir. Görürsən ki, uşaqlar əvvəl öz atalarını, valideynlərini nümunə seçirlər. Sonra böyüdükcə, əgər atalar onları qane etmirsə, başqa-başqa insanları özünə nümunə seçirlər. İndi təəssüflər olsun ki, təbliğ olunan nümunələr çox bərbaddır. Həqiqətən də təbliğ olunan nümunələr kütləvi informasiya vasitələrində kimlər təbliğ olunur? Əslində, o həm də nümunə kimi cəmiyyətə göstərilir. Görürsən ki, bəzən əksər vaxtlar müğənnilərdir, əksər vaxtlar futbolçulardır. İndi bizim gənclərimiz, istər oğlanlar, istər qızlarımız özünü kimlərə oxşatmaq istəyir. Bax, bu məsələ insan ruhunun tələbidir. İnsan qəhrəman görmək istəyir, insan özünü qəhrəmana, bir nümunəyə, ülgüyə oxşatmaq istəyir. Bu mütləqdir. Görürsünüz, əksər cavan uşaqlar hamısı saçlarını uzadırlar, soruşanda deyirik, məsələn, filan futbolçu belə eləyir. Onu özünə ülgü seçib. Ya qızlarımız kiməsə özünü oxşatmaq istəyir. Bu, həm insanın təbiətidir, ondan xəbər verir. Həm də bizə bir siqnaldır ki, biz gözəl nümunələr təqdim etməliyik öz övladlarımıza, uşaqlarımıza. Elə uşaqlıqdan onları düzgün, gözəl, həqiqi qəhrəmanlarla tanış etməliyik. İffətli, namuslu, yaxşı işlər görən və həqiqətən də əxlaqlı nümunələrlə tanış etməliyik. Yoxsa görürsünüz ki, indiki dünyada o qədər təbliğat güclü gedir ki, istər-istəməz uşaqlarımız özünü
başqa insanlara oxşatmaq istəyirlər. Çoxu da xaricilərə oxşatmaq istəyir özünü. Bu məsələ diqqətdə həmişə olmalıdır bizim həyatımızda. Hər bir valideyn bu məsələnin diqqətində saxlamalıdır. Ona görə uşağını gözəl hekayələr danışmaqla, gözəl nümunələr təqdim etməklə, gözəl insan, tarixi qəhrəmanları, həqiqi qəhrəmanları tanış etməklə, övladlarını onlarla tanış etməklə bu tələbatı ödəməlidirlər. Bu vacibdir. Qurani Kərim nəyə görə çox peyğəmbərlərin, qəhrəmanların həyatından danışır, salih insanların həyatından danışır, onları nümunə gətirir, sonra qadınlardan danışıb, məsələn, Fironun həyat yoldaşından danışıb, Asiya xanımdan danışıb, onun həyatından danışıb, Həzrəti Məryəmdən danışıb bir çox surələrdə, bir çox ayələrdə, hətta Həzrəti Məryəmin adını bir surə Qurani Kərimdə mövcuddur. Həzrəti Musanın anasından danışıb, Musanın bacısından danışıb, Həzrəti Şüeybin qızlarından danışıb. Görürsünüz, bu nümunələri Qurani Kərim həmişə göstərir ki, insanlar, məsələn, xanımlarımız özünü kimə oxşatsınlar? Məsələn, Həzrəti Xədicə xanım İslamda gözəl qadın nümunələrindən biridir və ondan da yüksək Həzrəti Fatimə Zəhra salamullahi əleyhanın deməli nümunəsi həqiqətən də çox yüksək bir nümunədir ki, Həzrəti Peyğəmbər tez-tez onu insanlara təqdim eləyirdi. Xanım Zeynəb nümunəsi nə gözəl nümunədir. Həm mübarizə, həm səbr, həm dözüm, həm sədaqət, həm belə deyək mərdlik. Yəni bütün o gözəl keyfiyyətləri özündə birləşdirir və gözəl bir nümunədir. Ona görə məhrəmlikdə bilirsiniz, məhrəmlik mövzusu çox həssas mövzudur. Həm də nümunənin təqdim edilməsidir cəmiyyətdə. Yəni o xalq xoşbəxtdir ki, İmam Hüseyn kimi bir nümunəsi var, özünü ona oxşatmaq istəyir. İmam Hüseyn əleyhissalamın hərəkatını öyrənir, onun çəkdiyi o müsibətlərdə şərik olmağa çalışır, onun dərdinə yanır, bir xalq ki, onun dərdinə yanır, İmam Hüseynin dərdinə yanır. Bu əslində nədir? İmam Hüseyni, özünü İmam Hüseynə oxşatmaq, İmam Hüseynə tərəf getməkdir. Bu özü müsbət bir keyfiyyətdir. Biz Məhərrəmlikdə Kərbəla şəhidləri nümunələrini görürük. Bizim şəhidlərimiz 44 günlük müharibədə, ya ondan əvvəlki müharibələrimizdə şəhidlərimiz ki oldu, Allah hamısını rəhmət eləsin. Görürsünüz, nə qədər Kərbəla məktəbinin, o Məhərrəmlik məktəbinin yetişdirdiyi şəxsiyyətlər var idi içərilərində ki, bir xalq olaraq biz şəhidlik məktəbi ilə tanışıq. Yəni, məsələ Məhərrəmlikdə əgər toy eləmiriksə, axı insan, uşaqlarımız hamısı bilirlər nəyə görə Məhərrəmlikdə toy eləmirik. Ən azı bundan xəbərdardırlar ki, İmam Hüseyn əleyhissalam şəhid olub. İmam Hüseyn əleyhissalam kimdir? Peyğəmbərimizin nəvəsidir, bizim imamımızdır. Bu gözəl bir hadisədir. Ona görə Məhərrəmlik mövzusu həmişə həssasdır, həmişə də gözəl bir nümunədir əslində təqdim olunan. Qurani Kərim də bu gözəl nümunələri həmişə diqqət mərkəzində saxlayır, ülgüləri diqqət mərkəzində saxlayır. Həzrəti Peyğəmbərimiz, İslam Peyğəmbəri, Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və aleyh özü gözəl bir nümunədir. Və Qurani Kərim özü də onu nümunə adlandırıb. Buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ Həzrəti Peyğəmbərdə, Resulullahda sizin üçün gözəl nümunələr var, gözəl ülgülər var. Yəni, onun həyatı sizin üçün gözəl ülgüdür. Resulullah gözəl bir nümunədir bizim üçün. İstər onun Allahla münasibətində, istər bəndə ilə münasibətində, istər əxlaqi keyfiyyətlərində, ailə ilə münasibətində, həyat yoldaşları ilə münasibətində, öz övladları ilə münasibətdə nə gözəl nümunədir Həzrəti Resulullah. Liderlikdə nə gözəl bir lider idi, nə gözəl bir nümunə idi, başçı idi. Öz xalqını sevən, xalqının əzab-əziyyət çəkməsinə dözə bilməyən bir lider. Yəni, bunu Qurani Kərim onun barəsində təsdiq eləyir ki, o şəxsiyyət, Həzrəti Peyğəmbər, sizin əziyyətləriniz onun üçün çox ağırdır, dözülməzdir onun üçün. O nümunədir ki, öz həyatını ümmətinə qurban eləyir. Bütün həyatı ümmətin yolunda həsr olunur.
ümmətin hidayəti yolunda, ümmətin rifahı yolunda həsr olunur. Hətta Allah o dərəcədə istəməyib ki, bu dərəcə fədakarlıq et, amma o yenə də həddindən artıq fədakarlıq eləyirdi. Ona görə Allah Teala buyurdu ki, Taha surəsinin əvvəlki ayələrində ki, biz bu Quranı sənə ona görə nazil etmədik ki, sən zəhmətə düşəsən. Allah Teala o dərəcədə də tələb etmirdi Həzrəti Peyğəmbərdən, amma Peyğəmbərin ruhu yüksəkliyib. Onun insanlara olan məhəbbəti, sevgisi onu vadar eləyirdi ki, o ümmət yolunda, insanların yolunda fədakarlıq etsin. Özü ac qalsın, insanları yedizdirsin. Özü, məsələn, padşah idi, həm Peyğəmbər idi, həm də padşah idi. Bütün büdcə onun əlində idi, amma kasıb geyinirdi, ulağa minirdi və həyat bacası, onun evi də çox kasıb bir ev idi, yəni balaca bir daxma idi. Hər bir qadının bir hücrəsi var idi. Beləncə həyat tərzi sürürdü. Bu özü gözəl bir nümunədir, özü gözəl bir ülgüdür ki, Həzrəti Peyğəmbər bizim üçün yəni həyatımızda kumerdir, bizim üçün ülgüdür. Peyğəmbərdən nə qədər istəyirsən biz nümunə gətirə bilərik ki, məqsəd, yenə deyirəm, məqsəd odur ki, biz onun həyatını öyrənək və onun kimi yaşayaq, onun kimi yaşamağa çalışaq. Onun qətiyyəti, ayı sağ ovucuma versəniz, günəşi sağ ovucuma versəniz, ayı sol ovucuma versəniz, yenə də dediyimdən dönən deyiləm. Ya gərək bu yolda şəhid olum, ya da qələbə çalım. Başqa versiya yoxdur. Onun təkliflər olunurdu ki, sən deyir, dəvəti qoy kənara, gəl biz sənə pul veririk, para veririk, səni lider eləyirik. Amma dini yayma, dinivi təbliğ etmə. Həzrət Peyğəmbər onların cavabında həmən cavab verdi. Nə danışsın? Yəni, dünyanı da mənə versəniz mümkün deyil. Bu onun qətiyyəti idi. Bu onun öz yoluna olan inamı idi. İnanırdı, ümid bəsləyirdi. Ən çətin anlarda belə ümid bəsləyirdi. Həzrəti Peyğəmbər Xəndək müharibəsindəki bütün küfür yığışıb, bütün düşmənlər yığışıb 12 minlik ordu ilə gəlib Peyğəmbərin üstünə. Peyğəmbər xəndək qazdırır. Xəndək qazanda, indi düşmən hələ yoldadır, xəndək qazıldı. Gecə-gündüz xəndək qazdılar ki, düşmən atlıları keçə bilməsinlər bu tərəfə. Deməli, xəndək qazanda böyük nəhəng bir daş orada görünür, meydana gəlir, qarşıya gəlir ki, bu daş o qədər ağır idi ki, onu oradan götürmək mümkün deyildi. O qədər də bərk idi ki, onu parçalayıb, oradan parçalamaq qeyri-mümkün idi. O qədər bərk daş idi. Həzrəti Peyğəmbəri çağırdılar ki, ya Rasulallah, bunu nə edir? Peyğəmbər külüngü götürdü, bir zərbə indirdi daşa. O daş parçalandı. Yəni, bu ancaq Peyğəmbərin şücaəti buna yetərdi. Heç kəsin şücaəti yetməzdi. Peyğəmbər kimi heç kəs şücaətli deyildi. Onun zərbələri o cür çox kəskin idi. Və bir külüngü götürüb bir zərbə endirir o daşa, daş parçalanır. Külüng, deməli, dəmir daşa dəyəndə orada qığılcım əmələ gəlir. Həzrəti Peyğəmbər orada buyurur ki, deyir, mən görürəm, biz dünyanı fəth edərik. Biz Kəsranı, yəni Fars imperiyasını tutacaq, fəth eləyəcək. Biz Rum Qeysəri fəth eləyəcək, Bizansı fəth eləyəcək. O andadır ki, o şəraitdədir ki, yəni bütün düşmən gəlir Peyğəmbərin üstünə. Çox böyük bir, qüdrətli bir ordu gəlir Peyğəmbərin üstünə. Peyğəmbər də, yəni Peyğəmbərin dəstəsi müsəlmanlar zəifdilər. Hələ sayı da azdır, zəifdir. İqtisadi cəhətdən də çox zəifdilər. Təchizat baxımından da çox zəifdilər. Amma onun ümidinə, onun gələcəyinə olan baxışına bax. Orada buyurur ki, biz yəni, bütün dünyanı fəth eləyəcəyik. Bu gözəl bir ülgüdür, gözəl bir nümunələrdir ki, bax, onun həyatını öyrənmək bizə vacibdir bu baxımdan. Quran-ı Kərim Həzrəti Məryəmdən çox danışıb. Yəni, qadın nümunəsini təqdim edib. Həzrəti Məryəm, Asiya xanım, Fironun həyat yoldaşı. Məryəm xanım həm fədakarlıq, həm Allaha aşiq bir bəndə, həm ibadətkar, həm siddiqə, yəni Allahı təsdiq eləyən, öz əməli ilə də imanı və əməli ilə təsdiq eləyən şəxsiyyət. Siddiqə nədir? Yəni büsbütün doğrucul adam budur. Doğrucul adamdır o. Yalan deməz, qeybət etməz. Heç bir, yəni o doğruluğa, sədaqətə zidd olan heç nə onda görülmədi. Ona görə siddiqədir. Həzrəti Zəhra siddiqədir.
Xədicə xanım Siddiqədir. Bunlar böyük bir nümunələrdir, ülgülərdir ki, Həzrəti Məryəm xanım haqqında Allah Təbarək və Teala buyurur ki, o Allah yolunda fədakarlıq etdi. O razı oldu ki, bəli, atasız uşaq dünyaya gətirsin. Bu təhlükəli idi o dövrdə. Hələ indiki dövrdə də görürsən ki, nə qədər problemlər yaradacaq da, əgər belə bir şey olsaydı. O dövrdə ümumiyyətlə problem idi və daşqalaq oluna bilərdi Həzrəti Məryəm. Amma Allah üçün bunu qəbul etdi. Dedi ki, yaxşı, sən istəyirsənsə, mən qəbul eləyərəm. Və atasız uşaq dünyaya gətirdi Həzrəti İsa Peyğəmbəri. Və ondan sonra uşağı götürüb gedir həmən o cəmaatın içinə ki, onlar indi bu saat hökm verib Həzrəti Məryəmi daşqalaq eləyəcəklər. Həmən o cəmiyyətin içinə gedir. Və orada İsa Peyğəmbəri təqdim edir. İsa Peyğəmbər isə Allahın izni ilə dil açır, orada danışır və öz Peyğəmbərliyini elan edir. Yəni, qundaqdakı uşaq, qucaqdakı uşaq danışmağa başlayır. Bu, Məryəm nümunəsidir, Həzrəti Məryəmin nümunəsidir ki, Quran-ı Kərim onun möminlər üçün nümunə qərar verir. Asiya xanım fədakarlıq nümunəsidir. Dünyadan qopmuş bir arif, bir böyük, yüksək şəxsiyyət. Onun nümunəsidir. O dünyaya meyl etmədi. Hər bir şey, Fironun həyat yoldaşı idi də. Bütün dünya onun ixtiyarında idi. Bütün ölkə, onun sərvətləri, qulları, xidmətçiləri, saraylar, hamısı onun idi. Onun ixtiyarında idi. Amma o hamısından imtina eləyir və Həzrəti Musa Peyğəmbərə iman gətirir. Və o imanı yolunda da edam edilir, amma imandan əl çəkmir. Firon onu öldürür, edam elətdirdi. Amma o isə imanından əl çəkmədi. Gözəl bir nümunədir. Həzrəti Məryəm, yenə də mən qayıtmaq istəyirəm, həya və abır iffətin nümunəsidir. Quran-ı Kərim onu iffət nümunəsi gətirir. Asiya xanım fədakarlığın nümunəsidir. Yenə də İslamda məsələn Xədicə xanım bütün var dövlətini ki, Peyğəmbərin yolunda qurban etdi. Allah yolunda qurban etdi. Və özü də axırda Əbu Talib dərəsində o qədər zəiflədi, ac qaldı ki, axırda vəfat elədi və şəhadətə çatdı. Yəni, belə demək mümkündürsə. Bu qədər böyük bir nümunə İslam tarixində var. Həzrət Fatimə Zəhra, Həzrəti Məryəm xanım kimi bir gözəl nümunədir. Onun ibadəti, onun iffəti, onun sədaqəti, siddiqəliyi böyük bir nümunədir. Şüeybin qızları Quran-ı Kərimdə Qəsəs surəsində onların barəsində gəlib. Həzrəti Musa Peyğəmbər hələ Peyğəmbər olmamış Fironun zülmündən qaçır, Misirdən qaçır Mədainə, İraqa, indiki İraq ərazisinə, Mesopotamiyaya. Orada görür ki, çobanlar öz heyvanlarını suvarırlar, quyudan su çıxarırlar, heyvanları su içir. 2 dənə qız uşağı qalıb kənarda gözləyir ki, bu çobanlar getsinlər, sonra onlar gəlsinlər, öz heyvanları üçün su çəksinlər. Həzrət Musa Peyğəmbər hələ Peyğəmbər deyildi. Cavan bir, gənc, güclü bir şəxsiyyət idi. Soruşur, siz nə üçün gözləyirsiniz? Deyir ki, biz gözləyirik. Şüeybin qızları deyir. Biz gözləyirik ki, bunlar getsinlər sonra. Yəni, həya eləyirlər bir sözlə. Görür ki, bunlar həyalıdır. Həzrəti Musa Peyğəmbər gəlir, cəmaatı kənarlaşdırır, özü tək başına böyük bir o su qabını doldurur, çıxardır. Hansı ki, neçə nəfər deyir, o su qabını çıxardırdı quyudan. Həzrəti Musa Peyğəmbər tək başına o böyük nəhəng bir su qabını doldurur quyudan, çıxardır və gəlir o qızların qoyunlarına, onların heyvanlarına su verir. Sonra Quran-ı Kərim buyurur ki, bu qızlar gedirlər, bunu atalarına xəbər verirlər. Həzrəti Şüeybə xəbər verirlər. Həzrəti Şüeyb Peyğəmbər də hadisədən hali olandan sonra qızlarından birini göndərir ki, get o şəxsi çağır. Söhbət bax buradadır. Fəcəəthu ihtəhuma təmşi alə istihyain. Deyir, o bacılardan biri gəldi Həzrəti Musanın yanına. Quran buyurur ki, təmşi alə istihyain. Deyir, həya ilə yeriyirdi. Həyalı yeri, yəni yerişi həyalı idi. Baxın, necə təqdim eləyir. Onun bu xüsusiyyətini xüsusi vurğulayır. Nəyə görə vurğulayır? Deyir, yəni, siz də qadınlara buyurur ki, siz də o cür həyalı olun. Yəni, Allah Təbarək və Teala xoşu gəldi, bu həyadan xoşu gəlir, iffətdən xoşu gəlir. Həyasızlıqdan, iffətsizlikdən xoşu gəlmir.
o günahdır, o insanı cəhənnəmə aparar. Amma həya isə, abır isə insanı cənnətə aparar və xoşbəxt eləyər. Təmşi alə istihya, yəni o qədər Allahın xoşu gəlir ki, onun hətta o yeriş formasını vurğulayır bu ayədə. Qəsəs surəsinin 25-ci ayəsində. Görürsünüz, deyir, təmşi alə istihya. O həyalı yeriyirdi. Həyalı yeriyirdi və həyalı yerişlə gəldi, dedi ki, atam səni çağırır ki, sən bizə heyvanlarımızı suvarmısan, onun əcrini vermək istəyir. Və ondan sonra Həzrəti Musa Peyğəmbər də gəlir, hadisəni danışır Həzrəti Şüeyb Peyğəmbərə. Və ondan sonra bir neçə burada sözlər var ki, yenə də mənlə ona işarə etmək istəyirəm. Həzrəti Musa haqqındadır. Deyir, elə ki, gəldi evə Həzrəti Musa Şüeybin yanına gəldi və hadisəni danışdı ki, Firon necə oldu, nələr, hansı işlərlə məşğul idi və məni öldürmək istəyirdi ki, mən qaçdım. Ondan sonra Həzrət deyir, Şüeyb Peyğəmbər buyurdu ki, Nəcəvtə minəl qavmiz zalim. Qalə, la təxaf, qorxma. Sən zalimlardan qurtulmusan. Həzrəti Musaya deyir Şüeyb Peyğəmbər. Ondan sonra deyir, qalət ihdəhuma. Bu bacılardan deyir, biri dedi. Ya əbətis təəcirhu. Ey atam, atacan, bu adamın, bu şəxsin əcrini ver. İstəəcirhu. Onun əcrini ver. İnnə xeyra mən istəcərtə əl-qaviyyul əmin. Deyir ki, əslində bu, indi bunu ki, əcr verərsən, mükafatını ki verərsən, haqqını ki verərsən, o ən xeyirli adamdır. Həmən o xeyirli adamın xüsusiyyəti nədir? Həm güclüdür, əl-qaviyy. Həm güclüdür. Görmüşdü Həzrət Musa tək başına o bir neçə nəfərin qaldıra bilmədiyi, çəkə bilmədiyi o su qabını quyudan çəkdi. Əl-qaviyy, güclüdür. Bir də əl-əmin, əmanətdardır. Əmanətdardır. Və o necə bildi ki, Həzrət Musa əmanətdardır? Bax, söz buradadır. Necə bildi? Necə bilirdi Həzrət Musa əmanətdardır? Deyir ki, İmam Sadiq əleyhissalamdan hədisdir. Deyir, bu ayənin təfsirində İmam Sadiq əleyhissalamdan soruşdular ki, hardan bildi ki, o əmin adamdır? Çünki, deyir, o ki, gəldi, çağırdı Həzrəti Musanı. Həzrəti Musa Peyğəmbər dedi ki, yaxşı, mən tanımıram yolu, siz düşün qabağa, mən də sizin arxanızca gəlirəm. Deyir, külək əsirdi. O külək əsəndə də paltar əndama yapışır da. Həzrəti Musa deyir, yəni utandı, həya etdi. Qabaqda gedir, külək əsir, paltar dəyir əndama, əndam bilinir. Ona görə Həzrəti Musa Peyğəmbər dedi ki, həmən Şüeyb Peyğəmbərin qızına dedi ki, sən keç arxaya, mən səni görməyim. Keç arxaya, hara lazım olsa mənə işarə eləyərsən, xəbərdar eləyərsən, mən dönərəm küçələrdə. Ona görə Həzrəti Musa Peyğəmbər keçir qabağa, o Şüeyb Peyğəmbərin qızı keçir arxaya. Nəyə görə? Çünki Həzrəti Musa istəmədi ki, o qızın əndamını görsün. Yəni, paltar yapışırdı, əndam görünürdü. İstəmədi onu görsün. Bax, deyir, buradan qız bildi ki, o həm də əmanətdar adamdır, xəyanətkar deyil. O buradan bilmişdi. Görürsünüz, nə gözəl bir nümunədir. Bu nümunələri nə üçün təqdim edir Qurani Kərim? Biz nümunə götürək, biz o cür yaşayaq. Əsl qəhrəmanlarla tanış olaq. Bizim ehtiyacımızdır bu. Biz özümüzü qəhrəmanlara oxşatmaq istəyirik. Əsl qəhrəmanlarla tanış eləyir Allah Teala bizi. Onlar həyalıdır, onlar iffətlidir, onlar namusludur, onlar güclüdür, onlar qorxmazdır, qüdrətlidir. Əsl qəhrəman nümunələrdir. Ona görə Qurani Kərim çox danışır peyğəmbərlərin əhvalatını, dastanlarını çox danışır ki, biz nümunə götürək. Həzrəti Yusif Peyğəmbər barəsində ki, mən istəyirdim danışım, desin, vaxtımız bitib, təəssüflər olsun. Həzrəti Yusif Peyğəmbər həqiqətən də çox gözəl bir nümunədir. Həm iffət, həm səbr nümunəsidir, həm təqva nümunəsidir. Onun iffəti, onun təqvası gör onu haraya apardı, padşah etdi. Amma iffətsizlər, xəyanətkarlar isə zəlil oldular. Hər şeyini itirdilər. Bu gözəl bir nümunədir. Allah Teala həm ibrət verir bizə, həm də nümunə göstərir. Yusif Peyğəmbər qul idi. Ona təklif olunanda, yəni qulun biri idi, ağası tərəfindən təklif olunur ki, gəl bu işi görək. Amma İmam Sadiq əleyhissalam buyurur ki, Yusif Peyğəmbər ona yox dedi
və sübut etdi ki, mənim cismim qul ola bilər, əsir ola bilər, amma ruhum azaddır. Ruhum azaddır. Həzrət Yusif azad bir şəxsiyyət idi. O günaha getmədi və yox dedi günaha. Bunlar gözəl nümunələrdir. Allah Teala bizi bu gözəl nümunələrdən ülgü almağı bizə nəsib etsin, bizə kömək olsun, müvəffəq eləsin inşallah. Allah Teala'na and verirəm, onun izzət və cəlalına həyatı düzgün yaşamağı bizə nəsib etsin. İffətlə yaşamağı bizə nəsib etsin. Allah Teala bizi günahlardan uzaq etsin. Allah Teala bizi özünə arif olan insanlardan qərar versin, təqvalı insanlardan qərar versin. Və selamu aleykum və rəhmətullah.